Herkese salam. Musiqi Nəzərəsi fənnindən dərslərimizə qaldığımız yerdən davam edirik. Bugünkü dərsimiz olacaq dominant ters kvart akkordu və onun səsdən qurulması. Dominant ters kvart akkordu dominant septakordun ikinci dönməsidir. D 43 kimi yazılır və qammanın ikinci pilləsindən qurulur. Kiçik tersiya, böyük sekunda və böyük tersiya quruluşudur. Bu intervallardan ibarətdir. Səsdən qurulmasını keçək. Baxın, öncə biz dominant septakord quraq. Necə qururduq? Bu dominant septakord elə deyil. Dominant septakordun başlanğıcı hansı pillədir? 5-ci pillədən qurulur və bu 5-ci pillədir. Sol notudur. Sayanda 5-ci pillədir də. 5-ci pillədən qurdum mən bunu. İndi mən dominant kvint sekstakordu və ters kvart akordu necə quracağam? Bu dominant septakordun özüdür. Bu 3 dənə isə onun dönmələridir. Bu nə deməkdir? Bu 3 dənə ayrı-ayrılıqda notdular da bunlar. Ayrı-ayrılıqda dönmə olmayacaq ki. Dönmə də 4 pilləli olmalıdır da. Dominant septakorddan danışırıq axı biz. Septakord 4 səsli deməkdir. Bax, bu dominant kvint sekstakorddur. Bu ters kvart akord, bu da sekund akord. Kvint sekstakordun başladığı not deməkdir bu. Bu ters kvart akordun başladığı not deməkdir. Bu da sekund akordun başladığı not deməkdir. Yəni başlanğıc bu pillədən olacaq, burada bu pillədən, sekund akordda da bu pillədən olacaq. Bu deməkdir. İndi dominant septakord quraq yenə də. Bu dominant septakordur. Buradan dominant kvint sekstakord necə qurulur? Dominant kvint sekstakord qurmaq istəyirsinizsə, bunu bilin ki, dominant kvint sekstakord, yəni D65 kimi yazılır. 7-ci pillədən qurulur. Bu şərtdir. Dərsdə bizə bunu verirdi. Yəni dərsdə bunu öyrənmişik biz ki, qaydası odur ki, 7-ci pillədən qurulur. İndi fikir verməlisiniz ki, bunun başlanğıcı not 7-ci pillə olsun. Bax, bunu qurmaq üçün götürüb atırsınız digər qabağa. Bu nə deməkdir? Bu sol notu deyil, 5-ci pillə. Dominant septakordun başlanğıcı. Atdınız qabağa digər sol notuna. Bu oldu dominant kvint sekstakord. Aha. 7-ci pillədən qurulur axı. Görək bunun başladığı not, yəni bu not 7-ci pillədirmi? Bax, doğrudur bu. Bu 1-ci pillədirsə, deməli bu da 7-ci pillədir. Deməli doğrudur, 7-ci pillədir. İndi bəs belə qaldıq da biz. Dominant kvint sekstakordda. Buradan dominant ters kvart akordu necə quraq? Əgər siz dominant ters kvart akord qurmaq istəyirsinizsə, bayaq da dedim ki, dominant ters kvart akord, yəni D43 ikinci pillədən qurulur. İkinci pillədən qurulursa, deməli biz elə qurmalıyıq ki, başladığı not ikinci pillə olsun. Bu da asandır. Bayaq dominant septakordu götürüb atmadıq bura. İndi də ki, dominant kvint sekstakordunu götürüb atırıq, amma diqqət edin, bura atmayın. Bunu götürüb bura atmayacaqsınız. Bunu atacaqsınız. Niyə? Çünki bax, belə idi. Bu hansı notdur? Bax, si notudur da, doğrudan əvvəl si notu. İstəyər si notunu atırsınız. Bax, bu da si notudur da. Atdı si notuna. Bu oldu dominant ters kvart akordunun quruluşu. Qurduq. İndi keçək biz do notunu necə qururuq, onu izah eləyək. Sualda bizə deyərsə ki, do notundan dominant ters kvart akordu qur. Biz bunu necə qurmalıyıq? Do notu deyirsə, biz qaydanı yadımıza salmalıyıq. Qaydada bizə deyir ki, dominant ters kvart akordu ikinci pillədən qurulur. Onda, deməli, dominant ters kvart akordunun başladığı not ikinci pillədir. Bizə deyir ki, do notundan qur. Deməli, do notu hansısa qammanın və ya tonallığın ikinci pilləsidir. Do ikinci pillədirsə, avtomatik olaraq ondan əvvəl gələn not si notuna düşür. O birinci pillə. Deməli, si birinci pillədir. Si-ni tapdıq, çox gözəl. İndi si major qammasını, bir də si minor qammasını təklif edirik. Amma baxırıq ki, si major qammasından qurulmur. Çünki si major qammasında do deyil ki, si major qamması başlayanda do diyezdən başlayır, do'dan başlamır. Amma bizə deyir ki, do diyez demir. Bizə deyir ki, təmiz bildiyimiz bu do notundan qur, ağ pillədən qur, qaradan yox. Do deyirsə bizə, onda, amma si'dir də, do'dan əvvəl birinci pillə si'dir. Mütləq si'dən istifadə etməliyik. Bax, si bemol major qamması. Si majorda do diyezdir. Amma si bemol majorda. Si bemol və mi bemol işarələri mövcuddur. 2 işarəli major qammamızdır. İndi si bemol major, bir də si bemol minor qammaları gördük ki, olar. İndi başlayaq necə quracağıq ona.
Kiçik tersiya, böyük sekunda, böyük tersiya məsafəsində qurmalıyıq. Çünki dominant tez kvartal akkordunun quruluşu kiçik tersiya, böyük sekunda, böyük tersiyadır. Bunu bilirik. İntegral tərkibi belədir. Kiçik tersiya 1,5 tondur. Böyük sekunda 1 tondur. Böyük tersiya 2 tondur. Doğrudan quraq. Doğrudan kiçik tersiya məsafəsində mi bemol, mi bemoldan 1 ton məsafəsində fa, fadan da 2 ton məsafəsində la'ya. Do, mi bemol, fa, la. Bu oldu bizim dominant tez kvartal akkordumuzun si bemol major qammasında doğrudan qurulması. İndi biz bir dənə də bunu bilirik ki, bu natamam tonik ölçüsü ikiləşir. İkiləşmə nə deməkdir? Yəni biz burada qurtarmadıq ha hələ. Bax bunu qurduq, düzdür. Amma burada bitmir. İkiləşdirməliyik biz bunu. İkiləşmə nə deməkdir? İkiləşmə o deməkdir ki, oktav əmələ gətirsin. Yəni birinci səslə axırıncı səs oktav əmələ gətirsin. Yəni birinci doldusa axırıncı da do, ikinci redisi axırıncı da, üçüncü mi bemoldüsə axırıncı da mi bemol. Fərqi yoxdur. Yəni eyni olsun. Biz də necə eləyirik bunu? Si bemoldan istifadə eləyəcəyik. Si bemol, re, fa və si bemol. Si bemol, re, fa, si bemol. Bu oldu natamam tonikanın ikiləşməsi. Natamam deyirəm, üzürlü sayın. Tonik hüccəsinin ikiləşməsi. Bu qədər. Gördüyünüz kimi birincidə si bemol oldu, axırıncı da si bemol oktava yarandı. İndi keçək, biz bunu si bemol minor qammasında izah eləyək. Bu qədərdir. İkiləşdirdik də hətta. İndi si bemol minorda izah eləyəndə bildiyimiz kimi natural deyirəm, dominant septakordda onun dönmələri də natural major və harmonik minor qammalarından qurulur. Natural major və minor, harmonik major və minor qammalarından qurulur. 7-ci pillədən başlayır. 7-ci pillədə harmonik la bekar olur. 7-ci pillə haradan çıxartdım mən? Elə başlayırıq da. Baxın bura. Bu do bayaq dedik də biz ikinci pillədir. Do'dan qururuq ha yenə də. Do ikinci pilləsi, ondan əvvəl gələn birinci pillədir. Birinci pillədən əvvəl gələn 7-ci pillədir. 7-ci pilləmiz var ha bizim. La notudur. Biz nə la bemol deyəcəyik, nə də la deyəcəyik. La bekar deyəcəyik. Piano göstərəndə fərq olmayacaq. La olsun, la bekar olsun, amma yazılışda la bekar yazırıq da, yəni bunu biz. Yəni ki, harmonikdə 7-ci pillədə la bekar olur, bunu bildik. Çox gözəl. Keçək, izah verək. Do, mi bemol, fa, la bekar. İkiləşdirməliyik biz bunu. İkiləşmədə necə olacaq? İkiləşmədə isə si bemol, re bemol, fa, yenə də si bemol. Si bemol, re bemol, fa, si bemol. Bu qədər. Bugünkü dərsimiz bu qədər. Ümid edirəm dərsi rahat şəkildə başa düşdünüz. Əgər başa düşdünüzsə və dərsi bəyəndinizsə kanalıma abunə olmağı, videoya like atmağı və bildirişləri açıq saxlamaq unutmayın. Sağ olun hələlik, gələn dərslərdə görüşənə qədər. Bu arada gələn dərsimizdəki dominant septakordun sonuncu dönməsi olan dominant sekund akkordu. Ondan sonra da keçəcəyik digər septakorlara. Sağ olun hələlik.